Diqqətim çəkən məqam odur ki, Putin hər hansı bir güzəştə getmək fikrində deyil. Şərtlər demək olar ki, sərtdir. Hətta belə təəssürat yaranır ki, ümumiyyətlə Rusiyada, Rusiyanın ətrafında baş verən proseslərə belə adekvat deyil. Yəni informasiya məkanında olan məlumatlar, yəni bizim eşitdiyimiz, bizim oxuduğumuz məlumatlar doğru deyil. Yaxud da Putinin məlumatları yetərincə deyil. Yəni baxın, ən azı Rusiyada nə baş verir? Neft ayırma zavodlarının, hərbi obyektlərin vurulması, logistikanın ciddi şəkildə Ukraynanın nəzarətində olması, Ukrayna-Rusiya cəbhə xəttində yaranmış vəziyyət, status quo, ümumiyyətlə cəbhənin əksər bölgələrində Rusiyanın itirilmiş mövqeləri, Krımda yaranmış vəziyyət, Krım ətrafında ümumiyyətlə olan hadisələr. Bütün bunlar sanki bax bu çıxışda demək olar ki, bir formada öz əksini tapmadı. Düzdür, müəyyən qədər var. Bəzi məqamlar var ki, yanacaqla bağlı problemlər var. Yəni, nə qədər onu da demişlər, etiraf eləmirlər, amma etiraf edirlər ki, Ukraynanın dronları təsirlidir, Rusiyanın iqtisadiyyatına təsir edir, enerji sisteminə, neft ayırma zavodlarına, planlarına zərbə vurur. Bu bir formada ifadə olunur. Amma hətta düşünürəm ki, bu da sanki adekvat deyildi. Bir qədər yumuşaq, bir qədər belə səhti sanki keçirdi üzərindən. Danışıqlar məsələsi, Belarus məsələsi açığı bu da real deyil, adekvat deyil. Yəni normalda Rusiya ya görüşmək istəmir. Çünki onlar ya Moskvanı, ya Minski təklif edirlər. Aydın məsələ ki, Ukrayna bunun heç birini qəbul edən deyil. Deməli, məqsəd görüşmək deyil, yəni görüşmək məsələsi yoxdur. Bu, strateji dərinliklərlə bağlı məsələlərində onu siz də toxundunuz. Normalda mən düşünürəm ki, bu gün Rusiyanın elə ən çox ehtiyacı olan odur ki, bu Rusiyanın strateji dərinlikləri vurulmasın. Amma bunu da istəmir, bundan razılaşmır. Belə, hər halda İstanbul şərtlərinə, İstanbul razılaşmasına qayıdış bir məsələsi var idi. Əlbəttə, düşünürəm ki, bu da xeyli dərəcədə indiki vəziyyətə uyğun deyil. Yəni, bir çox şeylər dəyişib, çox ciddi şeylər dəyişib. Artıq 5-ci il gedir müharibənin. Belə, təəssürat budur ki, güzəşt yoxdur, kompromis yoxdur, mövqe stabildir, sərtdir və bir qədər də adekvat deyil. Sizcə bu yanaşma daha çox daxildə cəmiyyəti sakitləşdirmək üçün olan yanaşmadır, yoxsa doğrudan da reallıq ona əsaslanır ki, 5 ildir müharibə davam edir və qarşıdakı dönəmdə Rusiya istədiyinə çatana qədər də döyüşmə iqtidarındadır? Daxildə sakitləşdirmək deyəndə daxil zaten sakitdir də, orada kim sakitləşdirəcək? Ən azından yanacaq məsələsi olsun, növbələr olsun ki, buna dair təbii ki, narazılıqlar vardı. Telegram kanalları vasitəsilə əlbəttə ki, bəzi çıxışlar olurdu, etirazlar olurdu mövcud hakimiyyətə qarşı. Siz ola bilər, bu bəlkə də hansısa bir xüsusi proqramdır. Bu daha çox psixiatrlar istifadə edirlər. Bəlkə də bir proqramda cəmiyyətə bu təəssürat yaradılır, bu qiymət, belə deyək, bu siqnallar verilir ki, çox da narahat olmayın. Problemlər var, amma problemlər bizim nəzarətimizdədir. Biz əndişədə deyilik, siz də əndişələnməyin. Mümkündür və cəmiyyəti biz bu mənada yatırtmaq, belə uyutmaq, bir qədər belə panikaya qoymamaq, soxmamaq ola bilsin, belə bir cəhd var. Amma dediyim kimi, açığı bizim yəni bütün günü bu informasiya məkanında aldığımız informasiyalar, onların nəticələri, onların yaratdığı obraz və Putinin dedikləri, bunlar ciddi şəkildə üst-üstə düşmür. Cəmiyyət, ola bilsin bir formada dediyim kimi, cəmiyyətin narazıçılığını sakitləşdirmək, su səpmək, hansısa ümidlər vermək, ola bilər. Bu var, amma əslində cəmiyyət axı insanların siqnalları, insanların reaksiyası daha doğaldır. Onlar yəni gündəlik həyatlarında nə baş verdiklərini görürlər. Onlar prosesi görürlər. O vaxtilə Sovet SSR dağılan vaxtı mən xatırlayıram, Rus qadının bir maraqlı çıxışı vardı. Deyirdi ki, televiziya baxırsan, hər şey əladır. Sonra aşağı düşürsən, həyat vəziyyəti görsən heç nə yaxşı deyil. Baxsan ki, indi Rusiyada elə bir vəziyyətdir. Hər halda bütün hallarda düşünürəm ki, bu çıxış ola bilsin, hansısa bir qısa müddətli effekti hesablanıb. Amma belə uzun müddətli effektini doğru saymıram.
Belə olduğu təqdirdə hazırda görürük ki, Rusiya geri addım atmaq niyyətində deyil. Müharibəni davam etdirməyə əsas məqsəd olaraq görməkdədir. Rəqəmlər açıqladı. Sumiya 10,5 kilometr məsafədəyik. Rusiya qoşunu bu məsafədədir. Ondan sonra Konstantinovkanın 95% işğal olunub dedi ki, buna dair də bir qədər daxildə də ziddiyyətli fikirlər var. Artıq deyilən faktların doğru olmadığına da şübhə eləyənlər də var. Sizcə belə bir vəziyyətdə bir tərəfdən də artıq Amerikanın Ukraynaya qarşı yanaşmasının da dəyişdiyini şahid oluruq. Bu həm də sətraltı olaraq Amerikaya verilən bir mesajdır mı Rusiya tərəfindən? Amerika vəziyyəti Rusiyadan ən azı Putinin çıxışını nəzərə alsaq, bu çıxışa rəğmən deyirəm, daha yaxşı bilir. Amerikanın kosmik rabitə verməsi, kosmik kəşfiyyat məlumatları ilə Ukraynanı təmin etməsini nəzərə alsaq, Ukrayna ABŞ sahada nə olduğunu bilir. Buna görə də düzdür, ABŞ-yə müəyyən mesajlar var. Hətta o qeyd elədi ki, biz Amerikadan nümayəndələri gözləyirik və s. Belə bir məsələ var. Amma biz Xarici İşlər Nazirinin açıqlamalarına baxsaq, sanki son vaxtlar Rusiya bir mütəəssirlik yaşayır. Xüsusilə Ankoridəki danışıqların Amerika tərəfindən reallaşmaması, şərtlərə əməl edilməməsi, bir əndişə var, bir narahatçılıq var, güzar var. Putin də açıqlamasında qeyd etdi, əslində heç bir razılaşma yoxdur, sadəcə Amerika tərəfindən müəyyən bir təklif var idi. Məsələ də oradadır ki, bəli, o belə bir açıqlama verdi, amma biz uzun müddət eşidirik, özdə bunu Kremlin rəsmiləri deyirlər, Rusiyanın rəsmiləri deyirlər ki, bizim razılaşmalarımız var, bu atılan addımlar o razılaşmaların uyğun deyil, şərtlərə uyğun deyil, biz şərtlərə əməl edirik, qarşı tərəf etmir. Hətta Lavrovun sonuncu açıqlaması ödü ki, biz istəmirik inanaq, amma sanki bu Ankorid özü belə bir tələ idi. Bizi bir arxayın salmaq üçün, zaman udmaq üçün sanki olan bir şeylər idi. Yəni bu özü də, bu ziddiyyət də onu göstərir ki, ola bilsin ki, bəlkə də real vəziyyəti bilirlər. Amma bəli, burada cəmiyyətə hesaplanan bir şey var. Ən azı Rusiya cəmiyyətini hələ biraz arxayın salmaq lazımdır ki, vəziyyət çox da kritik deyil. Amma ümumiyyətlə baxsaq, bu günləri məsələn, yəqin siz də izləyirsiniz, bax o təmas xəttindəki hadisələrə hərbi ekspertlər, informasiya deyək ki, qaynaqları çox da əhəmiyyət vermir. Çünki orada bir status quo var. Əsas proses Rusiyanın şəhərlərində gedir, dron savaşı ilə, raket savaşı üzərindən gedir. Yəni artıq 21-ci əsrin müharibə konsepti işə düşüb. Orada canlı əskərlər belə bir şey etmirlər. Çünki orada bir bəlli biz təmas xəttində bir dronların nəzarət elədiyi bir dərinlik var. 10 kilometr, hətta 50 kilometr, bəzən 70-80 kilometrə qədər dərinlikdə belə bir dərinlik var ki, orada kim hərəkət edirsə, dronlar onu dərhal qeydə alırlar və vururlar. Ona görə belə bir təəssürat var ki, mən hərbiçi deyirəm, amma hərbiçiləri izləyirəm, araşdırıram və mənə elə gəlir ki, demək olar ki, cəbhə xəttində heç nə dəyişmir. Amma bütün savaş dronlar üzərindən gedir və strateji dərinliklərdə gedir. Məsələn, Ukrayna hər gün 500-dən çox artıq dron göndərir Rusiyanın şəhərlərinə. Və bu rəqəmin artacağı ehtimal olunur. Təqribən ekspertlər deyirlər ki, yaxın vaxtlarda bu 2000-ə qədər artacaq. Rusiyanın əksər şəhərləri vurulur. Hər həftə 1-2 MPZ deyək də, o neftarma zavodları vurulur, hərbi zavodlar vurulur. Məsələn, dünən Volqaqradda bir raket qurğuları hazırlayan böyük bir hərbi zavod vuruldu və onlar dronlarla vurulmadı, onlar raketlərlə vuruldu. Düzdür, Flamingo ilə deyirlər, amma bəllidir ki, sahada başqa raketlərdən də Ukrayna istifadə edir və hətta Ukraynanın ballistik raketlərinin hazırlanması və yolda olmasına dair də fikirlər var. Və yeri gəlmişkən, Trump'ın da bu günlərdə açıqlaması var idi ki, artıq General Motors'un zavodları hərbi sursat hazırlamaq üçün bizdən tapşırıq gözləyir. Yəni, açığı tamam başqa bir müstəvidə gedir savaş. Yəni, normalda Putin bu məsələlərə diqqət yetirməli idi. Amma o, demək olar ki, sanki bir 2 il, 3 il bundan qabaqki məsələlər barədə danışırdı. Bax, bu təəssürat görə mən açıq belə təəssürat var ki, reaksiya adekvat deyil, ya gerçəklik bilinmir, ya da informasiya məkanı bizə doğruları deyir. Bax, məsələ buradadır. Ya Putinin bildiklərini biz bilmirik, ya da bizim bildiklərimizi o bilmir. Yəni, normalda əslində tamam başqa məsələlər müzakirə olunmalı idi və hər halda Rusiyanın əksər şəhərlərində böyük dağıntılar var. Baxmayaraq ki, Rusiyanın hava hücumundan müdafiə sistemlərinin səmərəli işləməsi, nə qədər səmərəli işləməsi və nə qədər davam gətirməsi, bu məsələlər var. Məncə Rusiya üçün hər halda mən də elə düşünürəm ki, savaşın dayandırılması daha doğru addım olar.
Yəni normalda indi bizim yeni informasiya məkanından əldə etdiyimiz məlumatlar belə görürəm ki, Rusiya üçün doğru olan bu idi, amma Putin orada hər hansı bir güzəştdən və savaşın dayandırılmasından bəhs etmədi. Əksinə, siz də demiş, sanki onlar sahada uğur qazanmaq, hərbi nəticələr üzərindən sonra danışıqları müəyyənləşdirmək qənaətindədirlər. Ona görə də savaş davam edəcək. İndi gözlər təbii ki, bir həftə sonra Ankarada keçiriləcək NATO zirvəsinə yönəlib NATO liderləri orada bir araya gələcək. Trumpın da səfəri gözlənilir, artıq özündən gələn açıqlama var, amma indi həmin sammitdə necə bir mesaj veriləcək? Yəni mövcud bu vəziyyətdə Ukraynaya daha çox dəstək istiqamətində mesaj mı veriləcək? Yəni xüsusən də prosesin artıq meydanda davam etməsi üçün, yoxsa danışıqlar üçün təklif gələcək? Məntiqlə Ukraynaya daha ciddi dəstək vermək istiqamətində danışıqlar olacaq və qərarlar alınacaq. Nədən? Çünki bu günlərdə Fransada yeddilərin toplantısında demək olar ki, onlar yekdil olaraq qərar verdilər ki, Ukraynanı dəstəkləsinlər, Ukraynaya yardım göstərilsin və Rusiyanın sanksiyaları sərtləşdirilsin. Hətta ekspertlər deyirlər ki, Tramp hakimiyyətə gələndən ilk dəfə idi ki, bir mənalı razılaşırdı. Yeddilərlə razılaşırdı və orada mən Mersin çıxışına da baxdım. O da xüsusilə qeyd edirdi ki, artıq Amerika bizim yanımızdadır, mövqeyimiz birdir. Biz bu məsələdə Ukraynanı dəstəkləyəcəyik, Ukrayna xalqının rəşadətli mübarizəsinə dəstək olacağıq və s. Və son vaxtlar Amerikanların da açıqlamaları var. Hətta indi bir çox belə açıqlamalar var ki, ümumiyyətlə məmurlar, ABŞ və yaxud Avropa məmurları, xüsusilə Amerikan məmurları deyirlər, bir çox informasiyaları verirlər, deyirlər, yəni biz bir mənalı Ukraynanı müdafiə edirik. Amma belə razılaşmışıq ki, Rusiyaya qarşı sərt açıqlamalar verməyək. Rusiyaya qarşı sərt danışmayaq, amma faktiki olaraq Ukrayna üçün nə lazımsa edilir. Hətta indi Amerikanın Ukraynaya hərbi yardım göstərməsinə dair 1 milyard yardımın sonra 8 milyardlıq bir paketin olmasına dair artıq məlumatlar varsa, mən bilən artıq Konqres belə qərarlar verib. Bu isə o deməkdir ki, Amerika xeyli dərəcədə o əvvəlki mövqeyindən, qismən neytral mövqeyindən daha çox Avro-Atlantika mövqeyinə gəlibdir. Yəni Avropa ölkələri ilə bir mənalı mövqedədir və Ukraynanı dəstəkləyir. Yəni NATO düşünürəm ki, sadəcə bu yeddilərin qərarını bir qədər də gücləndirəcək və rəsmiləşdirəcək.